İlk dəfə xaricdən freelancer iş təklif alarkən 16 yaşım var idi. Bu hadisə yaşanıb 2017-ci ildə. Mən həmin zamanlar proqramlaşdırmaya yeni başlamışdım, freelancer işlər götürməyə həvəsli idim və təcrübəmin az olmasına baxmayaraq gördüyüm bütün kiçik layihələri internetdə müxtəlif platformalarda paylaşırdım. Portfolio düzəldirdim özüm üçün. Facebook qruplarında, Facebook səhifələrində paylaşırdım və günlərin bir günü mənə Avstraliyadan bir nəfər mesaj atdı. Mesaj ingilis dilində idi. Mənim ingilis dilim elə də yaxşı deyildi, amma buna baxmayaraq Google Translate-dən istifadə edib onunla əlaqəyə kəsdim və ilk freelance işimi qəbul etdim. Buradan çıxardığımız nəticə odur ki, biz əgər yeni bir şeylər öyrəniriksə, hər hansı bir kursa gedirsiniz, nəsə öyrənirsiniz, bu sizə bəs etmir ki, o kursu bitirib gözləyəsiniz ki, sizə kimsə iş təklif etsin. Siz mütləq öyrəndiklərinizi nümayiş etdirməlisiniz, paylaşmalısınız. Əgər belə etsəniz, şansınız daha çox olar ki, insanlar sizə iş təklif etsinlər. Bu tip məlumatlar üçün mənim səhifəmi izləyə bilərsən. Hələlik özünə yaxşı bax.